Buyurun qardaş, özünüzü təqdim edən zəhmət olmasa. Həsənov Abdülhəmid Ağasadıqoğlu. Neftçala rayonun Aşağısuda kəndi. Mən 19-cu böyük iş fəaliyyətim var mənim. Əvvəla 80-85-ci illərdə institut qurtarmışam. Deməli 19-cu ildən son iş yerim Neftçala rayon Baytarlıq İdarəsi olub. Neftçala, aha, laf ya 19 Baytarlıq İdarəsi eləmi? Bəli, 17-ci 10-cu ay 19-cu ildə Baytarlıq İdarəsində işləmişəm. Neçənci ilə qədər? Bu mənim üçün maraqlı olacaq. Niyə? Mən elə bir nəfər baytarlıqdan işləyən adam axtarırdım ki, ona sual verəm ki, bu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Məşğulluq İdarəsinin gətirdiyi heyvanlara, xəstə heyvanlara arayışı siz verirsiniz yoxsa yox? Onu soruşardım, yaxşıdır siz gəlibsiniz. Əvvəllər də mən deməli zon mühəndis olduğuma görə mən uzun müddət peşəkar mütəxəssis və dövlət qulluqçusu olmuşam. Kənd Sivil İcra nümayəndəsində işləmişəm. Nəysə, bu dövrə qədər əlimdə rəsmi sənədim də var. İttiham tənbihim olmadan işləmişəm. Nəysə, bu dövrlərdə işlədiyim dövrdə deməli bizdə bir baytar rəisi var idi. Dələduzun biri idi. Həqiqətən vaksin satmaqla məşğul idi. Kifayət qədər ağırdında məsələlər müzakirə olunurdu. Hətta bu sizə bu yaxınlarda hürriyyətdə işıqlanmış uşaqlardan nəsə bizim qonşu kətlərdən boyatdan yatdı. Yəni bunlar subutlardır və neysə onun haqqında bir cinayət işi də qaldırıldı korrupsiyandan. 179-un 2-3-ü 313 saxtakarlıq maddələrinə və 20 yanvarda 2023-cü ildə təsdiq olundu. Bu adam həmən 313-cü maddə saxtakarlıq təsdiq olunmuş baytar Dələduz daimi müdiri ilə dostluq elirdi. Bu adam mənim bu dövrdə deməli onun şoförünün kartı daima gəldilər cibində 7 də kart tutdular. O şoför kartı ilə o şu nəsə tənbih edirlər. Həmən o dövrdə güya nəsə bizdən buradan nəsə sızıb. Mən ona nə işimə qalıb. Ancaq bu adamın bu məhkəmə sona yetirməyinə qədər bir il müddətdə bu bizim 2 ay qalmış qitamımızı verməyə nail oldu. Fikir verin ha, Vüqar müəllim. Deməli mürtəci, mən məcrum müəllimə o deyirəm də, mürtəci sifarişli və saxta xitam əmrini ləğv edir. Bunu mən sübut edirəm. Yəni siz görürsünüz ki, insan resursları sektoru hansı ki 18-ci ildə, demək 18-ci ilin may ayının 20-sində Xalq Xəbər qəzetində kənd təsərrüfatında nə baş verir iddialı sərlövhəli yazdı. O an adı Makler ləqəbli. Biz də bilirdik onun elə bir xarakterli xüsusiyyətli oğlandı. İndi hazırda Kənd Təsərrüfatı Nazirliyinin Elm, Təhsil və İnsan Resursları sektorunun müdürüdür. İlham Məmmədoğlu Süleymanov. Bu adamla da bizim daimi müdür dost olduğuna nəsə belə bir saxta. Bunu gərək araşdırıyordun ki, bu Abdülhəmid kimdir? Bunun tənbih olmayan adamdır. Bunun haqqında qərəzli bir iş var. Nəsə bu 313-cü saxtakarlıqla ittiham olunan adamın sözü yötəri o keçdi. Nəsə ona görə mən də bu işin üstünə düşmüşəm ki, bunun sonuna çatım. Ben hansı 23-cü ildə avqustun 23-dən mənim xitamım verilib. Mən bu günə qədər onun davası edirəm ki, bu ədalətli qərarı məcrum müəllim verin də. Bu ədalət mən sübut edirəm axı. Mən həmişə dövlətçiliyə xidmət edən adam olmuşam və atam da dövlətçi olub. Mən Yeni Azərbaycan Partiyasının yaradıcılarını olmuşam kəndimizdə. Və mən bu günləri yaradıbsınız da indi sizi basıb yerdə, nə istəyirsiniz? İndi yəni bu günləri Nazirliyin, Kənd və Nazirliyinin Yeni Azərbaycan Partiya Təşkilatı Cədinin mavini Sərvan Cəfərov'dan mavini İnsan Resursları Sektoru İlham Süleymanov. İndi gəlin burada baş çıxardılar. Bunlar yəni bu kadrı qoruyurdular, qorumurlar. İnanın ki, məcrum müəllimə mən 10 dəfə görüşmüşəm. Deməli, son dəfədə məcrum müəllimə mən deyirəm, ay məcrum müəllim, mənim haqqımda burada protokolda yazılır ki, fikir verin, yazılır ki, iş fəaliyyəti nəzərə alınaraq işdə yol verdiyi nöqsanlara görə deyil, əmək müqaviləsi müddəti bitməsi ilə əlaqədar xitam verdiyini diqqətinə çatdırırım. Qardaş, belə şey olur. Sonra aşağıda yazır, Həsənovun işdə yol verdiyi nöqsanlara nəzərə alınaraq onunla yenidən əmək müqaviləsinin bağlanmasına mümkün olmadığını deyir. Mənim imzam da yoxdur burada. Qardaş, yuxarıda yazdığın da, aşağıda. Yəni o qədər başdan sovdu, yola verdi. Belə bizi kimi peşəkar kadrları belə incitmək, elə bilir, yaramar. Bir işdən çıxmaq o deməkdir, öyle bizi yəni acıya. Yəni bu ədalətdən gedir söhbət ki, mən ədalətli qərar istəyirəm. 313-cü maddə ilə Ümumiyyətlə, Kənd Təsərrüfatı Nazirliyində vəziyyət nə yerdədir?
orada nə qədər çox mütəxəssis var? Məsələn, sizi anlaya biləcək mütəxəssis varmı orada? Bizim nazirlikdə hazırda son dövrdə 212 nəfər ştatlı adamlar işləyir nazirlikdə. 212 nəfər. Bəli, onun da 18 ya 20'ye yaxın sırf kənd təsərrüfatı, yəni bitkiçilik, heyvandarlıq sektoru, torpaqçılıq, inşa belə mütəxəssis var. Qalan hamısı hüquqşünas ya da maliyyəçidir. Hüquqşünaslar hüququmuzu pozur, maliyyəçilər də ora pul dağırcığı üçün baxır. 212 nəfərdən neçəsi? 212 nəfərdən 18-20 nəfəri belə kənd sırf mütəxəssis. O boyda kənd təsərrüfatının ən aparıcı qüvvəsi Vüqar müəllim bir heyvandarlıq sektorudur, bir də ki bitkiçilik sektoru. Yəni belə bir bərbad dəhşət belə vəziyyət çıxır ki, 190 nəfərin kənd təsərrüfatına xəbəri yoxdur. Bəli, qeyri-peşəkarlar da əksəriyyəti. Mən nazir Məzun müəllimə təklif elədim ki, bizim baytarlıqda ikili ixtisaslı kadrlar var. Həm baytardır, həm də hüquqşünas. Qardaş, gətir qoyunçuluq sektoruna. Kənd təsərrüfatı mütəxəssisin qəbrin kənd təsərrüfatı işçilər. Onlar nə bilir? Bitki nədir, heyvandarlıq nədir, çətin mal sağmaq nədir, bu işi qurmaq. Qardaş, bu qiymət vermək lazımdır da. Mən Heydər Əliyev dövründə, Heydər Əliyev Allah ulu öndər, mən bir şey deyim, xatırladım. Oldu, 54 kompleks var idi, 11'in 6 ildən yuxarı rəhbəri olmuşam. İndi hazırda isə mənim 150'dən çox işçim vardı. İşçiyə şey deyirdi, bir oğurluq eləmə, bir yalan danışma. İndi 52 agropark var, düzəməlli də görsən işləmirlər. Abdülhamid müəllim, bax sizdən bir kişiyənə söz soracağım. Rüşvət alıbsınız, cəmaata pislik elibsiniz yoxsa yox? Dövlətin pulu yeyirsiniz yoxsa yox? Qətiyyən yox müəllim, qətiyyən. Mənim öz təsərrüfatım var. Söldən, bayırdan, əkindən, biçindən, qoyundan, keçidən, toğudan, düzlədən, yumurtadan öz istehsalımı, uşaqlarım da işləyir. Yəni belə də min şükür, Allah'a şükür. Demirəm, varlıyam, kasıbam, yaşayırıq da. Yəni varlı yaşamırsınız da? Yox, qəti. Çünki elə bir təşkilatın o boyda işçisi olan adamın indiki şəraiti bir də fərqli olmalıdır. Məsələn, maşını bahalı maşın olmalıdır. Evini baxdım qapınız elə bahalı qapı deyil. Görsənir burada. Yəni bahalı qapısı olmalıdır. Aboylar bahalı olmalı. Baxdım gördüm sizdə elə də yoxdur. Düzdür qazmış, düzdür. Mən belədir. Mən ancaq Tələb Ellər Nazirlikdən şəxsən Məzun Qadiroğlu Məmmədovdan ki, mənim bu işimlə təmin eləsin. Bir dəqiqə Neftçilər daimdə, Kənd və İdarəsində heyvandarlıq sektoru mövzu uzun bir də 3 ilə yaxın müdiri işləmişəm. Bir dəqiqə boşdur, 3 ştat var, bir də adam yoxdur orada. Axırıncı qeyri-peşəkar iqtisadçıydı, o da dekretə getdi. Yəni bomboşdur. Bir baş balaya 100 manata verilməsinə görə bir dənə sənəd qəbul edən adam yoxdur. Yəni belə narazılıqlar yaranır. O nə deməkdir? Yəni birbaş inəyə biz o görə nə oldu? Deməli, hər baş doğmuş balaya görə prezidentin Fərman Səranzamil əlaqədən 100 manat dövlət subsidiya verir. Bu məşğulluqdan alanlara aiddir, yoxsa ümumiyyətlə hamıya aiddir? Yox, ümumiyyətlə hər kəsin qapısında identifikasiya nömrələnmiş, qeydiyyata alınmış heyvanı birbaş doğursa, süni malyama mütəxəssislərinin tərəfinə qeydiyyata alınıbsa, o doğmuş heyvanlara 100 manat pul verir. Suni mayalanma ilə olanlardan gedir söhbət. Dedim ki, bu ümumilikdə hamıya aiddir, yox, hamıya şamil deyil. Yəni o hər kəs bilsin ki, bu hamıya şamil deyil. Yəni bu günləri, yəni heyvandarlıqda bu bizdə qarşı olan bu mürtəci işə görə mən Aqrar Xidmətlər Agentliyində deməli günahlandırıram. Aqrar Xidmətlər Agentliyi deyəndə, nazir müavinləri deyəndə bu günləri düzdür Aqrar Xidmətlər Agentliyi nəyə baxır? Fitosanitariyadır, baytarlıq xidməti, toxumçuluqdur, bir də dövlət texniki təhlükəsizliyi. Yəni bunların əlaqədar başqa bir işləri yoxdur. Hələ başqa işləri bu ədavət edir. Bu günləri nazir Məzun Məmmədovun həqiqətən də paradoksal, mən siyasətin deyirəm, kənd təsərrüfatına götürür, atın qabağında ot, itin qabağında ət, itin qabağında ot məsələsi var, paradoksal siyasət. Yəni bu günlər götürür Aqrar Xidmətlər Agentliyindən nazir xidmətlərin rəisi müavini uzun müddət baytarlıq xidmətlər komitələri olub da. Düzdür, onlar yarı bölünsə də bir hissəsi qidada, bir hissəsi də burada olduğunu, orada baytar olub uzun müddət. Gətirib bu günləri orada Elməddin Şəmsoğlu Namazovu qoyub agronom. Agronom nə bilir, vaksin nədir, vaksinasiya nədir? Bunları bir götür qoy eləməli. Sonra cənab Nadir işinə gələndə bir yanında xanım gətirmişin, Nərmin Rəhimli Əşrəf qızı. O bir də 5 ay işlədi, o da işdən çıxdı. Demək, kadr seçimi düzgün doğru. Mən o xanımla xeyli söhbətim olmuşdu bu işimlə. İlham Süleymanov da yanında. Xanım mütəxəssisidir, yoxsa
O da Ya ya qeyri qeyri-peşəkar idi. Tamam başqa sahənin adamı idi. Daimi müdürlə Baytar nəsə bir-birini qırırdılar. Hafizəcevdən nazir haqqında kifayət qədər yazılar verir. Yəni bunlar sonranın söhbəti. Yəni deməyim o belə kadrları düzgün seçməyəndə 5 aydan sonra işdən qovanda bu da işə yarar. Mən deməyim o nazir Məcnun Məmmədov kənd təsərrüfatı kadrlarının qədrini bilsin, xidmət eləsin, onlara kömək eləsin, onlara dəstək. Mən bu məsələ 10 aydır qaldırmışam, 1 ildən çox qaldırmışam ki, mürtəci sifarişsiz və saxtaxtamı ləğv edin, eləmirsənsə məndə ümidsizlik yaranır. Demək qeyri-peşəkarlar gedir, qeyri-peşəkarlar gəlir. Hansı ki heyvanları bilmir, tanımır. Abdülhamid müəllim bir şey soruşum. Bu hər Buyurun. doğulan Buzov. buzova görə də, yəni bu qoyunlara aid deyil də, eləmi? Yox, qoyuna aiddir, buzova aiddir. Hər doğulan yəni, onda beləsi o süd verən inəklərə aiddir də, bu xüsusi inəklərə. bəli, doğan heyvan süd verməlidir. Təxminən məsələn onlar- Neftçalada təxminən məsələn siz məlumatınız o təxminən nə qədər elə inək var? Bizdə indi inək naxır sürüsərsə bir 18 min var. Onun harasa 3 minə yaxını ya belə mayilan güc ma çatır da. Maksimum hamı mayilanmaya 3000-i mayalanmaya 3000 gedir də, yəni 18 mindən 3000-i 5 min arası da 3-5 min hamı arası. gelmir də o suyunu mayilanmaya. Aha. Çünki Demə- görməli mayilanma mütəxəssisləri heyvanın biri 40-50 manata mayiladığına görə cəmaət ona belə gedmiş ki, pul xərcləməkdən Amma sonra əslində pulsuz olmalı. Əslində pulsuz olmalı, eləmi? Yox, suyunu mayilanma mütəxəssisləri pulla olur. Çünki onlar bütün inventarlar, avadanlıqlar, toxumu pulla alırlar. Yoxsa alırlar. Bəs o pulu dövlət verməlidir, onda belə çıxır 100 manat verməlidir, Yox, eləmi? yox, dövlət onu ver. Onu mən heyvanım var. Gətirdi suyunu mayilanma mütəxəssisi mayiladı. Dedim neçə mayilsə yaxşı bulat olmur. De 50 manat, gəl 50 manat. Aha. Mən dövlət o buzov qeydiyyata alınandan sonra dövlət 100 manat verdi axı mənə. O 100 manatda elə bir 50 manatı getdi, ona 50 manat qaldı mənə. Bax belə. O suyunu mayalanma hala bizə olmamışdan olur. Dövlət sənə suyunu mayalanma eləməmişdən niyə pul verməlidir ki 100 manatı? Eləmir ki, heyvan doğandan sonra verir. Buzov doğuldu ha, buzov şəkili çəkdi. Mən də sizə onu deyirəm də, mən də sizə onu deyirəm ki, mən bəzi rəqəm çıxartmaq istəyirəm. Tutalım ki 3000-dən 5000 arasında əgər inək gedirsə suyunu mayalanmaya, bu 1 manatdan Bəli, bəli. 5000 manat eləyir. 100 manatdan 50.000 manat eləyir, düzdürmü? Ya çox eləyər. 100 Bir manatda 50 min olsun. O olsun 50 min. Çox 50 min olur, 500 min eləyir yoxsa? yarım milyon eləyər mən bilən elə eləməm. 5000'i 1 manattan olanda 5000 manat, 10 manattan olanda 50.000 manat, 100 manat olanda 500.000 manat. 500. Ay, ha, Bəli, 5 bəli. 500.000 manat. Belə çıxır Yarım ki, milyon, bəli. yarım milyon ildə bir dəfə Neftçala rayonunda pul tək buraxılır. suyunu mayalanmaya pul buraxır 500 min. Kənd bu da Təsərrüfatı Nazirliyi. müqəmməl- İndi bu pul sizə verilirmi, verilmirmi? Yox, Məni bunu verilir. O maraqlandırır. verilir. Bəli, o verilir, kartla gəlir. O ancaq doğmuş balalara verilir. Doğuldu verilir. Doğulmasa verilmir. Bəs bərk Olsun hesab bayram. vermirlər. Bərk dedi uşaq 100 manatı vermirlər, basıb yeyirlər ortada. Yox, yox, 100 manat verilir. Sistemlə gəlir. O karta vurulur. Fermer kartına Aha. vurulur. Aha. O verilir. Bəs onda biz Kənd Təsərrüfatı Naziri niyə günahlandırmalıyıq ki, 500 min pul ayrı, 500 min də verir də suyunu mayalanmaya olanı. Orada şəffaflıqdır. Yox, orada elə bir şey yoxdur. Orada mən dəqiq bilmirəm. Şəffaflıq olan yerin demək lazım ki, burada şəffaflıq var. Yəni sabahların başqaca anlaşılmasın ki, burada da məsələn bu qədər pul yeyintisi var. Yox, yox. Suyunu maylanmadan mən deyirəm də şəffaflıqdır. Çünki mən də orada 3 ilə yaxın işləmişəm. Orada karta vurulur, fermer kartına özü aldı, çıxdı, getdi. Yəni o heç kəs o heç bir şey deyə bilməz. Çünki dövlətin fərmanı var, qərarı var. Onunla müqabilində alır. Mənim indi əvvəl verdiyim suala cavab verin, yekunlaşdıraq. Baytarlar, rayon baytarları məşğulluğun əli ilə gələn heyvanlara Bəli. sağlamlıq arayışı verir yoxsa yox? Xaricdənmi gələnlərə verir yoxsa daxildən mi alınanlara? Onlar gələndə o arayışı bilmirəm hardan alırlar, o verir. Bizdən yerdə əgər heyvanı ölən varsa, hansı ki ola araşdı gəlirlər, paylanılır ha. Paylandan sonra fəsadlar olanda o adamlar baytarlığa müraciət edib, Yo. Baxın, Sahil Babayev deyir ki, elə deyil. Abdülhamid bəy, Sahil Babayev deyirdi ki, parlamentə çıxışında deyir ki, bizi heç kəs qınaya bilməz. Paylanılan heyvanlar əvvəlcədən aparılır baytarlıq idarəsinə. Baytarlıq idarəsi onları yoxlamadan keçirdir.
sağlamlıq haqqında arayış verir, sonra biz onları apar vətəndaşlara veririk. İndi mən sizə o sualı verirəm ki, siz əvvəlcədən Bəli. o heyvanlarla tanış olub, onları yoxlayıb, müayinədən keçidib arayış verirsiniz, yoxsa sadəcə öləndə sizi çağırda gedib orada arayış verirsiniz, bu xəstəlikdən ölüb. Yəni kim Aysa, düz deyir? ancaq ölə- Sahil Babayev mi düz ancaq- deyir, yoxsa yalan mı deyir? Yalan deyir. Ancaq o öləndə bizi dəvət edirlər, baytarlığı dəvət edirdilər. Biz işləyəndə, öləndə. Biz o görmürük. O hansı baytarlıqda edirlər, o biz bilmirik. Bəlkə Ha, bir də- özlərinin baytarlıq bir qadası var. Ah, bir də burada şey deyir ki, bir nəfər yazdı ki, suni mayalanma əslində pulsuz olmalıdır. Hüseyin Səlimov. Yox, pulsuz olmamalı. Yox, müəllim. O mən 100 deyəndə süni maylanma göl-göldə idarə var, müəssisə. Onlar hamısı toxumu hazırlayırlar, satırlar. Aydın. 100'dür. Bax bu qaydada o üstünə də o xərcin qoyub satır da. O məsələn 30 manata başa gəlir, 50 manata eləyir, 40 manata eləyir, bax belə. Hə, yəni pul qazanırlar da orada. Yaxşı, oldu. Belə Yəni dostlar, uzun illər baytar işləmiş bir adamdır. Sahil Babayevin Sahil Babayevin yalanını üzə çıxartdı. Parlamentdə cəmaatın gözünün içinə baxa-baxa keçmiş Əmək və Əhalinin Sosial Müdafiə Naziri, indiki Maliyyə Naziri Sahil Babayev deyirdi ki, günahlandırıla bilmərik. Çünki heyvanlara sağlamlıq arayışını verən Qida Təhlükəsizliyi Agentliyidir. Onlar heyvan sağlam deməsə, biz onu paylaya bilmərik. Amma bugün baytar qardaşımız Abdülhamid müəllim deyir ki, elə bir şey yoxdur. Biz sadəcə heyvanlar öləndən ölənə gedirik, yoxlayırıq, baxırıq. Hansı xəstəlikdən ölüb, onlara arayış veririk. Bu da belə. Bir qardaşımız orada yazdı, bizim izləyicilərimizdə adını xatırlamıram. Deyir ki, Vüqar bəy, bizim tamaşaçılarımız hardadır? Mən əvvəl dedim, indi də bir daha da təkrarlamaq istəyirəm. Həm TikTok səhifəmiz, həm YouTube səhifəmiz ciddi şəkildə hücuma məruz qalıb. Bilirsiniz, ölkədə artıq təxminən 4-5-ə yaxın saytda fəaliyyətini dayandırmışdı. İri saytlar, onlar da vurulmuşdu. O görünür kimdirsə bu ciddi şəkildə bu işlə məşğul olan adamlardılar. Və ona görə bildirişlər izləyicilərimizə gedib çatmır. Bundan dolayı mən hər kəsdən xahiş edirəm ki, bildiriş getməsə də hər kəs saat 4-də və saat 1-də Hürriyyət TV-nin yayımı olduğunu bilir. Ona görə xahiş edirəm ki, gözləməyin bildiriş gəlsin və imkan dairəsində yayımımızı çox adama paylaşın. Oldu mu? Sağ olun, sağlıqla qalın, Allah'a əmanət olun.